Assalamu alaikum. Yine ne avukat çıkartıcı? Sen canlı. Kesmek istiyorum. Neyi? Ha bu pişmiş şüşədir, tempeli şüşədir. Bu nətə kəsərsiniz, qardaş? Yoxlayarıq. Şüşən kəsmək olur? Onluq yoxlamışım, 8 yoxlamışım. Yaxşı. O sən əlinə çəkic, balta, laqomla, yaxşı yoxlayaq dostlar. Tempeli şüşəmizdir, birinci yoxlayaq. Xeyirli olsun. Möhkəm vur, möhkəm vur. Gözəl. Gözəl. İndi şüşəmizi kəsəcəyik. Pişmiş şüşəni, tempeli şüşəni dostlar 10 milim, 8 milim qalınlığında şüşədir. Bunu laqonla kəsmək istəyirik. Görə nə effekt verir? Güvən Glass test eləyir, sizlə paylaşacağıq. Dostlar gördüğünüz gibi şüşə partladı. Şüşə partladı. Deməli, qardaş, ispat edirik ki, pişmiş şüşəni kəsmək olmur. Biz test elədik, siz eləməyin, ehtiyac yoxdur. Biz istifadə elədik. Gördünüz, tempeli şüşədir, pişmiş şüşədir. Yəni kəsmək istəyəndə belə bir nəticə olur. Xeyirli olsun. Suallarınız varsa buyur sənin çək. Kəs daha. Kəs qutardan ürəyim partladı. Xeyirli olsun. Xeyirli olsun. Güvən Glass testini yenə sizlə paylaşacaq inşallah. Təşəkkürlər.